insan bilmədiyinin düşmənidir, tanımadığının düşmənidir. Əmir el-Mömin əleyhissalam buyurur ki, "Ən-nas a'da'u ma cahilu." İnsanlar bilmədiklərinin düşmənidirlər, tanımadıqlarının düşmənidirlər. Bunlar heç haqqı tanıya bilmirlər. Haqqı tanıya bilmirsən, sükut etmən gərəkirdi burada. Sükut da etməyib danışırlar. Cahil insanlar danışanda ixtilaflar baş verir, ixtilaflar yaranır. Ona görə də Həzrət Əmir el-Möminin buyurdu ki, cahil sükut eləsə ixtilaf aradan qalxacaqdır. Bizim dönəmimizdə də bu cürdür. Görürsən, məsələn, 3 nəfər, 5 nəfər mömin söhbət edirlər bir dini mövzuda, bilmədiyimiz halda susmağımız gərəkir. Bilməyə başlayır hamımız rəy deməyə, söz deməyə, fikir yürütməyə və ixtilaf da baş verir. İxtilaf o vaxt aradan gedəcək ki, cahil sükut eləyə. Ona görə də Allah Teala buyurur ki, "Bəl əksərhum la ya'lamunal haqq fahum mu'ridun." Onların əksəriyyət haqqı bilmir. Ona görə də haqdan üst çevirirlər. Bu cür ifadələr Qurani-Kərimdə olduqca çoxdur. İnsanların cəhalət rübatından haqqı və həqiqəti inkar etmələri. Bəziləri bu səbəbdən haqq dini inkar ediblər, haqq məzhəbi inkar ediblər. Bəziləri də digər bir səbəb bilərəkdən bunu eləyiblər, məqsədli şəkildə bunu eləyirlər. Allah Quranda buyurur və innə fəriqan minhum la yaktumunal haqqa və hum ya'lamun. Onlardan bir dəstə də haqqı gizlədirlər, amma bilirlər. Bilirlər haqq nədir? Bilə-bilə haqqı da neyinlər gizlədirlər. Təəssüflər olsun ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra İslam ümmətində böyük parçalanmalar baş verdi. Həzrət Rasulullah vahid bir ümmət qoyub getdi. Amma müsəlmanlar Peyğəmbərdən sonra vahid ümməti qoruyub saxlaya bilmədilər. İlk siyasi parçalanma sonradan əqidə məsələlərində ixtilaflara gətirdi, çıxartdı. İdeoloji məsələlərdə ixtilaflara gətirib çıxartdı. Hətta fiqhi məsələlərdə, şəriət məsələlərində, hökmlərində belə gətirib ixtilaflara çıxdı. Böyük ixtilaflar yarandı. Və bu gün də biz bu ixtilafların şahidi, fərqliliklərin şahidi. Çünki dini mətnlərin oxunmasında, dini mətnlərin araşdırılmasında, Qurani-Kərimin və ya hədislərin araşdırılmasında müsəlmanlar fərqli metodlar seçdilər, fərqli yanaşmalar seçdilər və aldıqları nəticələr də bir-birindən fərqləndi. Və bu fərqliliyi biz aşkarcasına artıq İslam əqidə əsaslarında görürük və yaxud da fiqh məsələlərində bu fərqlilikləri görürük. Və bu cür məzhəblər meydana çıxdı. Çoxlu sayda məzhəblər var. Bəziləri tamamilə aradan gedib, bəziləri mövcuddur, varlığını sürdürür və get-gedə də çoxalmaqdadır. Məzhəblər cəmaatlara bölündü, cəmaatlar artıq qollara bölündü. Məsələn, görürsən bir dənə məzhəbdir, o məzhəbdə bir qoldur, bu qoldan bir cəmaatdır. Bu cəmaatın içində sonradan 2-yə bölünür, 3-ə bölünür, parçalana gedir, şaxələnmə bir parçalanma baş verir məzhəblər arasında. Halbuki ibadət etdiyimiz Allah Teala vahiddir, təkdir, Peyğəmbərimiz eyni Peyğəmbərdir, oxuduğumuz səmavi kitab Qurani-Kərim həmin Qurani-Kərimdir, qibləmiz vahid bir qiblədir, hamımız eyni qibləyə üst tutub namaz qılırıq, bütün müsəlmanlar 5 namaz qılırlar, bütün müsəlmanlar Ramazan ayında oruç tuturlar ki, bu qədər ortaq cəhətlərimiz var ki, müsəlmanlar əslində vahid bir həqiqətə inanırlar, amma bu vahid həqiqəti müxtəlif şəkildə ifadə eləyirlər. Hər kəs özünə uyğun bir şəkildə ifadə eləyir. Yəni bizim ortaq cəhətlərimiz daha çoxdur. Fərqli cəhətlər budaqlardadır, kökdə deyil. Kök məsələlərdə, əsas məsələlərdə nə deyim, müsəlmanlar ortaqdılar, müştərəkdilər. Yəni vahid bir həqiqətin fərqli ifadələridir sanki, dil kimi. Məna bütün xalqlarda dəyişmir. Yəni məsələn sənin məna götürək, o məna müxtəlif dillərdə ifadə oluna bilər. Sən də Azərbaycansan, Azərbaycan dilində ifadə edirsən. Biri deyək ki, ərəbdə ərəb dilində ifadə edəcək, biri farslı fars dilində ifadə edəcək, biri ruslu rus dilində ifadə edəcək. Amma həmin məna dəyişilməz olaraq qalacaq. Bəzən məzhəblər arasında ixtilaflara baxdıqda görürsən ki, həqiqət eynidir. Sadəcə olaraq həqiqətin, vahid həqiqətin fərqli ifadələri bu cür fərqlilik gətirib çıxardıb ortaya. Amma bütün bu ifadələr əslində vahid bir kökə qayıdır. Həqiqət bütövlükdə bir məzhəbdə cəmləşib, o biriləri tam batildir, məsələ də bu cür deyil. Həqiqət paylaşılıb məzhəblər arasında. Bütün İslam məzhəblərinə baxsaq, onlarda haqq və həqiqət ünsürlərini görəcəyik. Belə deyil ki, başdan ayağa bütün məzhəblər batildir. Bəzən məzhəbçilər öz məzhəblərini, haqq digər məzhəblərini bütövlükdə batil hesab edirlər. Bu doğru yanaşma deyil. Və İslamda məzhəblər var. Biz məzhəbləri inkar edə bilmərik. Bugün məzhəbləri də bir-birinə qarışdıra bilmərik. Ki, gəlin hamısını qarışdıraq, bir-birini yeni bir məzhəb icad eləyək. Bu zaman biz məsələni həll etmiş olmuruq.
Sadəcə mövcud ixtilafların içinə yeni bir xətt də atdıq, yeni bir ixtilaf da qoyduq. Məzhəbçilik etmək doğru bir şey deyil. Ki mənim məzhəbim doğrudur, sən səhv yoldasan, sən batil yoldasan. Bu doğru bir şey deyil. Bu yanaşma gətirir müsəlman məzhəbli, İslam məzhəbləri arasında ixtilaflara gətirib çıxardır. Adətən belədir. Adətən hər bir məzhəbin üzvü özünü haqq hesab eləyir. Digər məzhəbləri də batil hesab eləyir ki, bunlar haqqa sahib deyirlər. Onlar da İslam məzhəbidir və İslama söykənir. İslamı görsən onlarda da tövhid inancı var, qiyamət, məad inancı var, nübüvvət inancı var. Kök məsələlərdə eynidir. Müəyyən detal məsələlərdə görürsən ki, fərqliliklər var. Amma bu fərqliliklər haqq vermir bizə ki, digər məzhəbləri təkfir edək və küfrə nisbət verək. Amma biz reallığa baxanda görürük ki, müsəlman məzhəbləri içərisində eləsi var ki, bütün məzhəbləri təkfir eləyir. Hamını kafir hesab eləyir. Deyir, kim ki, mənim yolumda deyil, filan dediyi kimi deyil, o batil yoldadır. Onun minhəci batildir, yolu batildir, məzhəbi batildir, nə bilim, falandır. Bu xəvaricin düşüncəsi idi. Ki, İslamda ilk dəfə bax, bu düşüncəni xavaric ortaya atdı. Onlar özlərini haqq bildilər, bütün müsəlmanları kafir hesab elədilər ki, hamı tövbə eləyib bizə qoşulmalıdır. Əmir əl-Mömin əleyhissalam onlara toxunmadı, onlarla həmişə elmi söhbət etdi, elmi diskusiyalar etdi. Ta o vaxta qədər ki, bunlar başladılar qılınc əllərinə götürüb qarətlər etməyə, insanları qətlə yetirməyə. Ondan sonra Əmir əl-Mömin əleyhissalam onlarla vuruşdu, Nəhrivan döyüşü baş verdi. Bugün də bəzi, məsələn, bugün biz İslam coğrafiyasında görürük ki, öz məzhəbində olmayanları kafir hesab edir və qanını özünə halal hesab edir. Acımasızcasına, mərhəmətsiz, daş ürəkli insanlar yetişir. Onlar gəlirlər körpə demədən, uşaq demədən, qadın demədən, qoca demədən hamını öldürürlər, qətlə yetirirlər. Özü acınacaqlı bir şəkildə qətlə yetirirlər. Bunların hamısının kütləvi informasiya vasitələrinə yetərincə şahid olmusunuz. Bu böyük bir təhlükədir. Bunun həll yollarını tapılmalıdır. Biz gördük, ixtilafdan danışdıq, səbəblərindən danışdıq və mövcud reallıq budur ki, bugün biz müxtəlif parçalanmışıq və bu parçalanma o həddə gəlib çatıb ki, müsəlmanlar bir-birini yenilir, təkfir etməyə başlayıb. Quran-ı Kərimdə Allah Teala bir ayədə Yahudilər və Xristiyanlar arasında olan bu problemdən bəhs edərək bu cür buyurur, deyir, وَقَالَتِ الْيَحُدْ لَيْسَتِ النَّسَارَ عَلَى شَيْءٍ Yahudilər dedilər ki, Nəsranilər, yəni Xristiyanlar bir şey deyirlər, haqq yoxdur onlarda, həqiqət deyirlər, batildirlər. وَقَالَتِ النَّسَارَ لَيْسَتِ الْيَحُدُ عَلَى شَيْءٍ Yahudilər deyir ki, yox, Xristiyanlar həqiqət haqq deyirlər, onlar səhv yoldadırlar. Bəqərə surəsi 113-cü ayədədir bu ayə. İnhisarçılar var ki, o məzhəb inhisarçılar, onlar cənnəti də inhisar edirlər. Deyirlər ki, məsələn, bizim məzhəbdə olmayan cənnətə girməyəcək. Hamısı cəhənnəmdə yanacaq. Yalnız cənnətə onlar gedəcək ki, bizim cəmaatdandılar. Batil bir düşüncədir, bu səhv bir düşüncədir. Hamını cəhənnəmli hesab edir, özlərini cənnəti hesab edirlər. Necə ki, məsələn, Quran-ı Kərim qınıyır Yahudilər və Xristiyanlar ki, bu sözü deyirdilər qədimdə və qalu lən yədxuləl cənnəti illə mən kənə hudən əv nəsara Onlar dedilər, cənnətə yalnız Yahudi və ya Nəsrani olanlar daxil olacaq. Tilkə əmaniyyuhum Bu onların arzularıdır, bunların elə belə xəyallarıdır. Qul hatu burhanakum in kuntum sadiqin De, əgər doğru deyirsinizsə dəlillərinizi deyin. Hətta sən haqq məzhəb olsan belə ki, sən haqq məzhəb olsan, bunu iddia eləyəməzsən ki, bütün insanlar cəhənnəmə gedəcək. Və həmin insanların qanunu özü halal bilməlisən, onların dünyalarını cəhənnəmə çevirməlisən, qətlə yetirməlisən, onlara zülm etməlisən, onlara qarşı mərhəmətsiz olma. Bu sənə haqq vermir. Sən haqq olsan belə insanlarla bu cür davranmamalısan.